Hər vaxtınız xeyir. Gözəllik, bu anlayış haqqında o qədər fərqli fikirlər var ki, hər mədəniyyətin öz cavabı var, elə deyilmi? Bugün biz sizinlə birlikdə İslamda qadın gözəlliyinə baxacağıq. Amma bu sadəcə zahiri görünüşdən ibarət deyil. Əsas məsələ ruhla bədənin, yəni mənəvi və fiziki dünyanın necə bir harmoniya təşkil etməsidir. Yaxşı, gəlin görək bu gün nələrdən danışacağıq. Əvvəlcə gözəlliyin iki fərqli üzünü müzakirə edəcəyik, sonra ruhun gözəlliyinə, daha sonra isə zahiri gözəllik və təvazökarlığa keçəcəyik. Qadının cəmiyyətdəki mənəvi roluna toxunub, sonda hər şeyi tarazlıq və harmoniya ilə yekunlaşdıracağıq. Başlayaq birinci bölmədən. Gözəlliyin iki yüzü. İslam təlimlərinə görə, gözəllik tək bir ölçüdə deyil. Yəni, o, əslində bir-birini tamamlayan iki fərqli, amma çox vacib aspektdən ibarətdir. Baxın, burada məsələ daha da aydınlaşır. Bir tərəfdə xarici, yəni fiziki gözəllik var, sağlamlıq, baxımlılıq. Digər tərəfdə isə daxili gözəllik, yəni insanın əxlaqı, imanı, mənəvi dəyərləri. Və İslamda vurğu məhz bu ikincisinə, yəni insanın daxili dünyasından gələn gözəlliyə qoyulur, məhz o, daha üstün sayılır. İndi isə gəlin birbaşa məsələnin kökünə enək. Ruhun gözəlliyi, daxili dünya. Görəsən, İslamda qadının əsl cazibəsinin mənbəyi niyə məhz bu daxili gözəllik hesab olunur? Məncə, Peyğəmbərin bu kəlamı hər şeyi öz yerinə qoyur. İnsanların ən gözəli, əxlaqı ən yaxşı olanıdır. Fikir verin, burada gözəlliyin ən yüksək meyarı zahiri görünüş yox, məhz gözəl xasiyyət, yəni əxlaq göstərilir. Yaxşı, bəs bu daxili gözəllik nələrdən ibarətdir? Baxın, burada üç əsas komponenti görürük. Birincisi, iman və tərbiyədir ki, həyata məna qatır. İkincisi, təvazökarlıq, dürüstlük kimi gözəl əxlaq və davranışlardır. Və üçüncüsü, əlbəttə ki, içdən gələn bir gülümsəmə, səmimiyyət. Bunlar zamanla solmayan, əksinə daha da dəyərlənən keyfiyyətlərdir. Bəs yaxşı, bu qədər dərin daxili aləm zahirən necə təzahür edir? Gəlin indi üçüncü bölməmizdə, yəni zahiri gözəllik və təvazökarlıq mövzusunda bu suala cavab axtaraq. Zahiri gözəllikdən danışanda ağla ilk gələn anlayışlardan biri təvazökarlıqdır. Amma bu sadəcə bir geyim tərzi deyil, əslində daha geniş bir anlayışdır. Bu insanın həm şəxsi ləyaqətini, həm də cəmiyyətdəki hörmətini qoruyan bir həyat prinsipidir. Deməli, gördüyümüz kimi, zahiri gözəllik heç də inkar edilmir. Əksinə, ona dəyər verilir. Amma müəyyən bir çərçivədə. Təmizlik, səliqə, mötədillik və təvazökarlıq. Yəni, məqsəd insanın dəyərini və ləyaqətini qoruyan bir gözəllik anlayışıdır. Yaxşı, daxili və xarici gözəlliyin ahəngini anladıq. Bəs bu bütünlük, bu harmoniya təkcə fərdin özü üçün mü vacibdir? Əlbəttə yox. Gəlin dördüncü bölmədə qadının cəmiyyətdəki mənəvi roluna baxaq. Baxın, burada çox vacib bir məqam vurğulanır. Qadının mənəvi və əxlaqi dəyərləri, onun daxili gözəlliyi sadəcə şəxsi bir məsələ deyil. Bu həm də ailənin, dolayısıyla bütün cəmiyyətin təməlini təşkil edən bir nüvədir. Və bu mühüm rolun layiqincə yerinə yetirilməsi üçün təhsil açar rolunu oynayır. İslamda qadınların təhsil almasına verilən önəm əslində onların həm öz həyatlarını, həm də ətraflarındakı insanların həyatını zənginləşdirməsi üçündür. Nəticədə nə baş verir? Qadın öz imanı və əxlaqı ilə bir növ mənəvi liderə çevrilir. O sadəcə öz həyatını yaşamır, həm də dəyərləri gələcək nəsillərə ötürərək başqaları üçün bir mayak rolunu oynayır. Yaxşı, bütün bu danışdıqlarımızdan sonra gəldik çıxdıq son nəticəyə. 5-ci və son bölmədə hər şeyi bir araya gətirən o möhtəşəm ideyaya, yəni tarazlıq və harmoniya anlayışına baxaq. Beləliklə gəlib çatdıq ən vacib məqama. Söhbət daxili və ya xarici gözəllikdən birini seçməkdən getmir, heç də yox. Əsl məqsəd bu ikisini bir-birinə qovuşturmaq, aralarında bir ahəng, bir harmoniya yaratmaqdır. Bax, əsl dəyər o əbədi nüfuzda məhz bu tamlıqdan yaranır. Bu da bizi son və çox dərin bir suala üz-üzə qoyur. Hər şeyin bu qədər müvəqqəti və ötəri olduğu bir dünyada həqiqətən də solmayan, əbədi olan bir gözəlliyi necə yaratmaq olar? Məncə bu barədə düşünməyə dəyər.